Əziz Ada TV izləyiciləri, hər birinizi Fermer Saat verilişinin növbəti buraxılışından xoş gördük. Bugün biz universitetimizin tədris təcrübə təsərrüfatındayıq, üzüm bağlarındayıq və bugünkü mövzumuz bildiyimiz kimi qış artıq gəlib, üzüm bağlarında görüləcək profilaktik tədbirlərdən danışacağıq. Üzüm bağlarında görüləcək profilaktik tədbirlərdən danışacağıq. Qış ayları üzümçülükdə ən vacib dövrlərdən biridir. Bu mövsümdə görülən tədbirlər növbəti ilin məhsuldarlığını birbaşa müəyyən edir. Bəs üzüm bağlarında soyuq aylarda hansı işlər görülməlidir? Yayda xəstəlik keçirmiş dərəklərimiz olur və ya profilaktik olaraq bordo məhlulu ilə çilənməlidir tənəklərimiz. Budama necə aparılmalı? Torpağın qorunması və xəstəliklərə qarşı mübarizə hansı mərhələlərdən keçməlidir? Əsas məsələ tənəkdə düzgün kəsmədir. Bu il tənəyi düzgün kəsilərsə, gələn il bir tənək gözü zorla, zoğlar deyir ki, mənə buradan kəs. Tələbəmiz Nuranə Nadirovanın təqdimatında Bağçılıq kafedrasının dosenti Sevil Abdulləliyeva Fermer Saatı rubrikamızın növbəti buraxılışında bu haqda danışacaq. Qonağımız universitetimizin Bağçılıq kafedrasının dosenti Sevil Abdullaliyevadır. Xoş gördük Sevil müəllimə. Sevil müəllimə, qış gəlib, payızdan artıq qışa keçid etmişik. Üzümlər üçün hansı agrotexniki tədbirlər görülməlidir? Siz fermerlərə nələr tövsiyə edərsiniz? İstəyərdik biraz o barədə danışardınız bizə. Bir daha salamlayıram sizi. Biz qış ayları dedikdə əsasən belə deməliyik ki, üzüm bitkisinin nisbi istirahət dövründə, hal-hazırda üzüm bitkisinin nisbi istirahət dövründədir. Həmin dövrdə gedən işlər barədə danışaq. Demək, nisbi istirahət dövrü başlayır məhsul yığımının qutarması ilə. Demək, məhsul yığımı qutardı, artıq işlər qutardı, vegetasiya dövründəki işlər tam sonlandı. Sonra başlayır nisbi istirahət dövrünün tənəyin işləri. Burada birinci məhsul yığılan kimi dərhal mütləq suvarmanın biri olmalıdır. Demək, üzümçülükdə 3 dənə mütləq suvarma var ki, biri məhsul yığımından dərhal sonradır. İlk suvarma işimizi aparırıq, ondan sonra əsas qışa hazırlıq dövrü hazırlaşır, tərəyin özü də hazırlaşır. Biz də bu hazırlıq dövrü mərhələsində qulluqlar eləməliyik. Burada əsas işlər hansılardır? Demək, tənəklərə yayda xəstəlik keçirmiş dərəklərimiz olur və ya profilaktik olaraq bordo məhlulu ilə çilənməlidir tənəklərimiz. Sonra xəstəlik və zərərvericilər qarşı hətta xəstəlik varsa həmin dövrdə ona qarşı yenə məhsul yığmaqla bitinir tənəyə müəyyən preparatlar çilənməlidir ki, xəstəliklərin qarşı alınsın. Və sonra artıq suvarma işləri bitəndən sonra torpağın becərilməsi işləri başlayır. Torpaq becərilik dedikdə əsas cərgə aralarında becərilmə işləri aparılır, düzgün şumlama işləri aparılır və dəmiyə şəraitindədirsə suvarılan üzümlüklər deyilsə, demək cərgənin arasında torpağı elə belirlənir ki, cərgənin boyunca bir şırım kimi hissə qoyulur. Torpaq qıraqdan qaldırılır, yəni yağış, qar yağanda artıq bu hissələrə su yığılsın ki, burada bitki suyunu, qış suyunu alsın. Ondan sonra əsas işlər gəlir, gübrələr işləri, fosfor, kalium gübrələri verilir ki, bitkinin zoğları daha yaxşı yetişsin, artıq burada azot işlənmir, bitki böyüməyə getmir. Həmin gübrələrdən veririk. Sonra qışa yaxınlaşanda artıq şaxtalar düşəndə qış şaxtaları ərəfəsində don suyunu vururuq. Bizim bilirsiniz ki, Naxçıvan bölgəmiz kontinental iqlimə malikdir. Burada o üzümlüklər qışda yerə bastırılmalıdır. Həmin dövrdə yüngül budama işləri aparılır və qışda tənəklər yerə bastırılır və erkən yazda artıq tənəklər çıxarılacaq, tam budama işləri aparılacaqdır. Sonra bu işlərdən bərabər dəmiyə üzümlüyündə deyək ki, torpaq cərgə araları yumşaldılanda kətənin arxasına kətəyin əzici alətlər qoşulmalıdır ki, kətənləri əzsin və tənəyin orada su balansı pozulmasın. Daha yaxşı qışda sudan nisbi rütubətdən istifadə edə bilsin. Sonra əsas işlərdən biri də yenə gəri kəsmə işidir, quru budama işidir. Quru budama işində tənəklər artıq böyük təsərrüfatlarda vaxt çatmır deyə indidən başlayırlar quru budama işlərini. Zoğların tam yetişməsi təyin olunandan sonra quru budama işlərinə başlanır. Ancaq bağlama işləri, quru bağlama işləri deyək, tənəyin əsas işidir. Quru budama ilə bərabər burada tənəyin üzərində olan zoğların qırılmaması üçün, elastikliğini qayıtması üçün mütləq onu yazı gözləməliyik. Fevral aylarına təsadüf edir, fevralın axır, martın əvvəllərində bağlama işi şirə hərəkəti ilə başlayır. Demək, tənəkdə köklərində onun atmosfer təzyiq var ki,
torpaqda 10 dərəcə temperatur olanda artıq köklərin əmici telləri əmələ gəlir və atmosfer təzyiqi ilə zoğları üzərindən, gövdədən su gəlir zoğların uç hissələrinə. Bu kəsilmiş hissələrdən su damlağa başlayır. Buna el arasında ağlama deyilir. Həmin ağlama bitənə qədər tənək həm kəsilməli, həm də bağlanmalıdır. Bağlamanı o vaxtda saxlayırıq, yəni bayaq qeyd elədim ki, su artıq kökdən gəlir. Bu tənəklərdə, zoğlarda elastiklik yaranır və əyib bu zoğları cərgə məftilin üzərinə bağlayanda artıq burada mütləq ki, bu əyilsin, qırılmasın. Ona görə şirə hərəkətin əmələ olanda olmalıdır ki, elastiklik olsun. Ən axırıcı demək olar ki, tənək üzərində apardığımız iş budur. Sevil müəllimə, bəs sizcə fermerlər üzümün yetişdirilməsində, tənəyin baxımında nə kimi səhvlər edir və siz onlara nə kimi tövsiyələr verərdiniz? Tənəyin əsas məsələ tənəyin məhsuldarlığı və yaşı kəsmədən asılıdır. Üzüm bitkisində kəsmə yaralar nə qədər az olarsa, tənəyin yaşı o qədər uzun olar. Belə bir deyim var, deyir, yaxşı üzümçü, yaxşı bağban sahəyə mişarla girməz, qayçı ilə gələr. Demək, il uzunu həmişə vaxtında quru kəsməni düzgün aparır və yaşlı əməliyyatlarda ardıcıl olaraq düzgün aparır ki, bu tənəkdə artıq işə ehtiyac yoxdur. Yəni, bir illik zoğların üzərində aparılan işlərindən bəsizləşir, bundan qutarır. Əsas məsələ tənəkdə düzgün kəsmədir. Bu il tənəyi düzgün kəsilərsə, gələn il bir tənək gözü zorla zoğlar deyir ki, mənə buradan kəs. Belə bir deyim var. Yəni, o birinci ilindən məhsula düşməmişdən hələ bitkinin forma vermənin birinci ilindən artıq tənəyin formasının başlanğıcından bunu düzgün qurmaq lazımdır ki, sonraki işlər özü rəvan gedir. Əgər formanı düzgün verməsək, artıq bu çətinliklər törədir, yaralar çoxalır və tənək üzərində demək olar ki, işlər, budama işləri də, bağlama işləri də çətinləşir, yekunda məhsuldarlığa ziyan dəyir. Deyirlər ki, məsələn, ağacın küsmə deyimini eşitmişsiniz də, görən tənək də küsürmür, bəs onda qorxudularmı səni də kəsərəm deyərək? Zaten tənək il boyu kəsirlər. Tənəyin bu geyimə aidiyyatı yoxdur. Tənəyi yaxşı kəsdin, yaxşı məhsul verəcək. Tənəyi onsuz da kəsirik. Halda ki, kəsməsək, tənəyi əvvəlcə olduğu kimi, meşə şəraitində qaldığı dövrdə, ilk vərşəyində olduğu kimi ağacın hansısa bir dayağın üstünə dırmanarsa, aşağı hissələrdə məhsul olmur. Tam gedir ağacın hansı ki, tutaq ki, ağacın başına dırmanmış üzümlərdə lap uç nöqtələrdə məhsul verir. Əsas salxım başlıqları orada bırcığa çevrilir. Metamorfoza uğrayır, salxım başlıqları bırcığa çevrilir və burada məhsuldarlıq aşağı düşür. Ona görə də mütləq üzüm bitkisi kəsilməli və quru bağlama aparılmalıdır ki, o işlərə yol verilməsin. Biz indi burada kəsdik, bunun quru bağlamasını aparmayacaqsa, yəni burada əsas məsələ bunu quru bağlama aparmadıq, bu vəziyyətdə, şartlı vəziyyətdə qaldısa, burada biz məhsul gözləməyəcəyik. Yəni, əsas məsələ burada tənəyin kəsilib və bağlanmasıdır. İdarə olunması, insan səviyyəsinin saxlanması üçün mütləq bu lazımdır, əsas işlərdən biridir. İndi fakt burada aprobasiya işləri gedəcək, yəni şpalerin təmiri işləri gedəcək, məhfillərdən ayrılacaq bu tənəklər tam vəziyyətdə, məhfillər təmizlənəcək, aprobasiya işləri gedəcək, məhfillər çəkiləcək və eyni zamanda ondan sonra budama işləri gedəcək. Yəni, boş qalan tənəklərin yerlərinə basmalarla həmin sortdan, sort qarışıq olmasın deyə, həm də birinci illə məhsul verir deyə basmalardan istifadə olunacaq ki, seyrəkliyi aradan qaldırılsın. Görürsünüz, burada seyrəkliyi var. Orada uzun zoğlardan saxlanılır. Onun yerinə basmalarla təzə tənəyi artıq biz almış oluruq təzə mövsümə. Üzüm bitkisi əsasən manqa prinsipi ilə kəsilir. Burada kəsmək üçün biz burada manqanı kəsməliyik. Bu əvəzedici çiliyin özünün əvəz edilməsi prinsipini nəzərə tutaraq burada biz bunu çiliyə kəsirik. Üç gözə çiliyə kəsirik. Kəsmədə göz maili kəsdik, bu gözə paralel, bu gözcüyə paralel kəsdik. Yəni burada su donarsa bu zoğun uc hissəsinə buradan keçsin. Yəni bu gözcüyə ziyan verməsin. Ona görə 2-3 gözcüyə. Ona görə gözcüklərin sayında deyirik ki, biri var gözcü görsüz çölə baxır, bir də var içəriyə baxır.
cərgən içərisinə baxır. Bu gözdən kəssəydik, buradan çıxan zoğ ortalığa gəlib çıxacaqdı. Maşın mexanizmə insanlara dəyib, burada özdə bu hardasa bir yarım metrə qədər uzanana qədər zoğun özü, yaşıl zoğ çox kövrək olur, buradan qopa bilərdi. Ona görə hər ehtimal bunu içəriyə baxan gözcə, cərgənin içərisinə baxan gözcəyə kəsdik. Bunu əvəzedicilik kimi kəsdik. Burada əvəzediciliyin özünün əvəz edilməsi prinsipidir. Burada artıq barmanqasını kəsirik. Bu zoğun üzərində aşağıda görürsünüz uç hissə 2 dənə zoğumuz var burada. Bunu əvvəlcə məhsuldan ayırmalıyıq. Məhsul üzərindən bunları ayırmalıyıq. Zoğu təmizləməliyik. Yetişmə tam getmiş deyə hələ üstündədir. Və burada aşağıda tənəyin əsasına yaxın, çoxlu hissəyə yaxın olan hissəni 2-3 gözə yenə bayaqki o prinsipi gözləmək şərti ilə görürsünüz, gözün içərisinə baxır bu. Belə maili kəsdik burada, bu oldu bizim əvəzediciliyimiz. Ondan yuxarıdakı zoğu artıq barmanqasında bar zoğuna kəsirik. Bar zoğu da bizdə bu sortumuz ki, sultani sortudur. Buna hardasa 7-8 göz bəsdir. Yəni bunun simpoziyallığı neçənci gözdən başlayır, 7-8-ci gözdə artıq məhsul yoxdur. Bu arada 4-cü, 5-ci gözlər bunlar hesab olunur. 4-cü, 5-ci gözlərdədir məhsul. Ona görə də həmin gözlərdən yuxarıda 2-3 göz buraxıb tənəyi kəsirik. Bununla bax bir yerdə adlandı barmanqası. Barmanqası bir dənə əvəzedicilikdən, bir dənə bar barmağından və onların yerləşdiyi buynuzcuqdan ibarətdir. Bu prinsip bütün üzümlüklərdə hansı kəsim olur olsun, bu prinsiplə gedir, manqa prinsipi ilə. Aydın. Mən də kəsim. Bunları 3 gözə, 5 gözə kəs. 3 gözə, 5 gözə. Bunları, bu təkləri, yəni bax bunu içəriyə baxan gözlərə. Belə? Hə. Bir də tənəyi bax görürsünüz, qarşını düz kəsdiniz. Əsas qarşının tutulma məsələsi var burada. Düz kəsdiniz, yəni düz qoydunuz. Tənəyin bu qarşıda görürsünüz, bu hissə tel hissə adlanır. Bu hissə dayaqdır. Dayaq hissə atılıb qalan hissədə olmalıdır ki, bu əzilə bilər. Amma tənəyin üstündə gəzən bu qalan bu kəsik hamar olmalıdır. Ona görə çalışmaq lazımdır ki, həmişə əl ona görə belə kəsəndə olmuyor. Çalışmaq lazımdır. Qarşının tiyə tərəfi burada qalan gövdən üstə düşür. Buradan da düz kəsdiniz. İndi buradan da tutaq ki, bunu kəsdik. Bu vəziyyətdə kəsirik. Bu gözcüyü kəsmək istəyiriksə, əgər artıq bu barbarmağını kəsiriksə, aşağıda qalır. İndi bu sırada aprovasiya getməlidir, şpalir təmir olunmalıdır, tənəklərin arası belənməlidir, dərmanlanmalıdır, gübrə verilməlidir, suvarma aparılmalıdır və don suyu vurulmalıdır. Konkret işlərin siyasi budur. Təşəkkür edirik Sevil müəllimə, maarifləndirici söhbətiniz üçün, məsləhətləriniz üçün. Əziz Aday TV izləyiciləri, verilişimiz bu qədər idi. Növbəti buraxılışda görüşənədək sağ olun. Çox seviqdir.